Axşamınız xeyir. Deməli, dünən biz yeni layihəmizi təqdim elədik. Sən kimdən danışırsan? Neysə, qaroçi, mahnını qoyduq YouTube-a. Əla, hər şey yerində, qaydasında. Bugün baxırıq ki, bizə baxış sayına məhdudiyyət qoyulub. Yəni, dünya tarixində belə şey yoxdur. Yəni, harada da şey var, gəlib mənə tapar. Və şikayət məhdudiyyət qoyulub ki, mənim baxış sayım mənə baxış sayı effekt verməsin deyə şikayət qoyulub. Yəni, düzünü desəm bilirəm kimdir. Ay, əzgil sifət. Bilirəm kimsən. Prosta ayın 7-si konsertdir deyə əsəbləşmək olmaz. Çünki canlı oxuyacağım. Əsəbdəki özünüz bilirsiniz, adam bir dənə əsəb keçirir, 3 gün səsi özünə gələmir. Mən də bunu əsəb keçirsən, bəlkə də istəyirsiniz, onu keçirdən, bəlkə də bu da sizin bir oyununuzdur. Onun qorxusundan, yəni yoxsa səni, yəni, ay əzgil sifət. Mən elə gəlir ki, xoşbaxt olan insanlar belə Migera hərəkət eləmirlər. Onsuz Allahından Migera yoxşayırsan, xoşbəxt deyilsən ki, belə hərəkətlər eləyirsən. Mən niyə qorxuduram ki, belə sizi başa düşə bilmirəm? Səbəb nədir ki? Səbəb nədir ki? Ha, pislik elə. Onsuz da gecə tez öz başınızda partlayacaq. Sənin ki, belə var elə adamlar ki, pislik eləyirlər, şovda da var. Haracan eləyəcəksiniz? Haracan bu pislik eləyəsiniz? Onun üçün mahnının da sözü üstünüzə düşür. Utanmıyırsan, qızarmıyırsan, sən gör nə qədər üstsüz birisən, mənsiz məndən qeybət edirsən, üz-üzə halımı soruşursan. Əzgil sifət.